Deməli, mövzumuzun adı bizdə olacaq müasir müəllim üçün liderlik bacarıqları. Biz bu təlimdə nələrdən danışacağıq? Bir neçə, məsəl üçün, plan şəkildə etmişəm. Müəllim lider anlayışı, lider müəllimin əsas xüsusiyyətləri hansı ki, bunlara nələr aiddir, hansı xüsusiyyətlərə sahib olmalıdır. Daha sonra sinifdə liderlik həm şagirdlər üçün, həm müəllimlər üçün sinifdə liderliyin əldə olunması. Müəllimin kommunikasiya və təsir bacarıqları və son olaraq da liderlikdə etik dəyərlər. Bunlara nələr aiddir? Bunlar haqqında ətraflı danışacağıq. İlk öncə baxaq müəllim lider anlayışı. Müəllim lider anlayışı nə deməkdir? Ümumiyyətlə, müəllim lider anlayışı müasir təhsil sistemində vacib anlayışlardan biridir. Hal-hazırda müasir dövrdə. Bu anlayış müəllimin yalnız bilik ötürən deyil, eyni zamanda yönəldici, motivasiya edici və inkişaf etdirici bir lider kimi çıxış etməsinə imkan yaradır. Müasir müəllimlər təhsilin keyfiyyətini artırmaq üçün liderlik keyfiyyətlərinə malik olmalı və şagirdlərin, həmkarların, eləcə də təhsil icmasının inkişafına töhfə verməlidir. Yəni, bir var adi qaydada müəllim, bir də var lider müəllim. Bunlar arasında fərqlər var. Yəni, hətta demək olar ki, fərq daha çoxdur. Çalışmaq lazımdır ki, lider müəllim rolunu oynayaq. Yəni, təkcə dərs keçməklə deyil, kifayətlənməyək, eyni zamanda şagirdlərə doğru yol yönləndirək, doğru yola yönləndirək. Lider müəllim sinif otağında və ondan kənarda, yəni təkcə məktəbdə yox, sinif otağında yox, dərs zamanı yox, ondan kənarda da, başqa vaxtda dəyişiklik yarada bilən, pedaqoji prosesə yön verən, öz bilik və bacarıqları ilə həmkarlarına nümunə olan və şagirdlərin inkişafına töhfə verən şəxsdir. Yəni biz də çalışmalıyıq ki, bu formada müəllim adına layiq olaq, lider müəllim. Müəllim liderlik bacarığına malik olduqda həm tədris prosesi maraqlı keçir, həm də ki, şagirdlərdə daha çox dəyişiklikləri biz müşahidə etmiş oluruq. İndi baxaq müəllim və liderlik arasında əlaqə. Bunlara nələr aiddir? Ümumiyyətlə, müəllim normalda şagirdlərə bilik və bacarıqları ötürür, verir. Bu öz yerində. Amma lider müəllim olduqda bununla yanaşı insanı, şagirdləri məqsədə doğru yönəldir. Yəni, təkcə dərs verməklə kifayətlənmir. Həmçinin müəllim dərs prosesini təşkil edir, amma lider müəllim, yəni əgər lider formada müəllim olmaq istəyirsə, komandanı idarə etməyi bacarmalıyıq, motivasiya verməyi bacarmalıyıq. Sonra şagirdlərin inkişafını izləmək. Bu, müəllimliyin əsas xüsusiyyətidir. Amma liderlik, yəni lider müəllimin əsas xüsusiyyəti bununla yanaşı insanların potensialını ortaya çıxarmaqdır. Yəni, şagirdlərdə hansı bacarıq, hansı potensial varsa, onu ortaya çıxarıb onun üzərində işləməliyik. Həmçinin tədris strategiyalarını tətbiq etməliyik. Bununla yanaşı dəyişikliklər, inkişaf üçün təşəbbüslə çıxış etmək, bu bacarıqları formalaşdırmalıyıq. Daim yeniliklərdən xəbərdar olmalıyıq. Bunların hər biri lider müəllimin xüsusiyyətləridir. Bunlardan başqa lider müəllimin əsas xüsusiyyətlərini biz qrup şəklində, kateqoriya şəklində, bölgü şəklində belə deyim, qeyd edə bilərik. Bunun üçün ilk öncə lider müəllim əsas xüsusiyyəti peşəkar bilik və bacarıqlar. Yəni nə deməkdir? Öz fənnini dərindən bilməlidir. Müasir tədris metodlarından, texnologiyalarından, tədris üsullarından, təlim üsullarından, metodologiyalarından düzgün istifadə etməyi bacarmalıdır. Həmçinin daim öz üzərində işləməli, yeni biliklərə açıq olmalıdır. Lider müəllimin əsas xüsusiyyəti. Sonra ikinci növbədə yüksək liderlik keyfiyyətləri. Bu da lider müəllimin əsas xüsusiyyətlərindən biridir. Buna nə aiddir? Təşəbbüskar olmalıdır, qərarlı olmalıdır, komandanı idarə edə bilməlidir, dəyişikliyə açıq olmalıdır, vizyon sahibi olmalıdır. Sonra ilham verici və motivasiya edici. Bu da əsas lider müəllimin əsas xüsusiyyətlərindən biridir. Nə deməkdir? Yəni, şagirdləri və həmkarlarını ruhlandıra bilməlidir. Lider müəllim təkcə dərs prosesində, bayaq da qeyd etdiyim kimi, şagirdlər üçün yox, ümumi məktəb kollektivi üçün də o adı daşımalıyıq. Yəni, təkcə şagirdlərin gözündə lider müəllim yox, bütün məktəbdə dərs, təlim keçdiyimiz müəssisədə o adı qazanmaq lazımdır. Həmçinin müsbət düşüncəni təşviq etməliyik, inkişafa həvəsləndirməliyik həm şagirdləri, həm həmkarlarımızı və s. Sonra güclü ünsiyyət bacarığı olmalıdır. Bu da lider müəllimin əsas xüsusiyyətlərindən biridir. Buna nə aiddir? Güclü ünsiyyət bacarığı deyəndə, yəni aydın və təsirli şəkildə ifadə etməyi bacarmalıdır. Hər hansı bir mövzunu izah edərkən və yaxud da özü haqqında danışarkən
və yaxud da hər hansı bir suala cavab verərkən maksimum dərəcədə onu aydın şəkildə şagirdin, həmkarının, qarşısındakının diqqətinə çatdırmalıdır. Aydın, səlis şəkildə danışmalıdır. Təsirli şəkildə emosiyalardan istifadə etməyi bacarmalıdır. Empatiya qurmalıdır. Qarşı tərəfi dinləmə bacarığı olmalıdır. Nəinki necə ki özü sərbəst, səlis formada danışır, qarşı tərəfin onu dinləsin deyə belə deyək də əlindən gələni edir. Eyni zamanda qarşı tərəfdə hər hansı bir mövzuda çıxış edərkən onu dinləməyi bacarmalıdır və əməkdaşlığa açıq olmalıdır. Sonra, əsas xüsusiyyətlərdən biri də etik və məsuliyyətli olmalıdır lider müəllim. Bu nə deməkdir? Yəni, peşə etikasına sadiq olmalıdır, dürüst, ədalətli və vicdanlı olmalıdır. Həm qiymətləndirmə prosesində qeyd etdiyim kimi təkcə şagirdlər arasında yox, həmkarlar arasında da, digər işçilər arasında da, həmçinin valideynlər arasında da, yəni dürüst və ədalətli davranmalıdır. Qərarlarında məsuliyyət daşımağı bacarmalıdır lider müəllim. Yeniliyə və dəyişikliyə açıq olmalıdır. Yəni, təhsildə yenilikləri izləməlidir. Nəinki öz fənni, bununla yanaşı digər fənləri də. Hansı ki, misal üçün, deyək ki, sinif rəhbəridir, tarix müəllimidir. Tarixdən əlavə digər fənləri də maraqlanmalıdır ki, hansı uşaq, hansı fənni, hansı səviyyədə öyrənir, hansı çətinlikləri var və s. Ən azından, misal üçün, kimya müəllimidirsə, fizikadan da, biologiyadan da, coğrafiyadan da müəyyən qədər məlumatı olmalıdır, bazası olmalıdır. Hə, kimya müəllimidir, tək kimyanı bilir, yox. Hər tərəfli olmalıdır. Eyni zamanda innovativ düşüncəyə sahib olmalıdır. Müasir texnologiyalardan səmərəli istifadə etməyi bacarmalıdır. Çünki hal-hazırda yenilik deyildikdə təbii ki, ağlımıza İKT, yəni müasir texnologiyalardan istifadə, bunlar gəlir. Həm fənni düzgün formada tədris eləməlidir, düzgün metodlardan istifadə edərək, həm də texnologiyalardan istifadə edərək, hansı ki, kompüter avadanlıqlarından, internet resurslarından və s. Sonra, müstəqil və tənqidi düşüncəyə malik olmalıdır lider müəllim. Yəni, problemləri analiz etməyi bacarmalıdır, yaradıcı həll yollarını tapmalıdır, öz fəaliyyətinə obyektiv qiymət verməlidir, tənqidə açıq olmalıdır. Misal üçün, özü hər hansı bir mövzunu tədris edərkən və yaxud açıq dərs zamanı, hazırlıq zamanı təkcə şagirdlərin rəhbərliyi altında yox, yəni şagirdlərin dinləməsi üçün yox, digər müəllim kollektivində həmkarlarını da dərsə dəvət etməyi bacarmalıdır. Yəni, hər hansı bir mövzunu izah edərkən kənardan başqa bir müəllim onu izləsin. Onun qüsurlarını, mənfi və müsbət cəhətlərini özünə bildirsin. Bu da müəllim üçün vacibdir. Düzdür, çoxumuz bunu etmirik. Yəni, çox müəllim bunu etmir ki, mənim dərsimdə başqa müəllim gəlib oturmasın və ya başqa həmkar gəlib oturmasın. Oturduqda hətta bəzən olur ki, açıq dərsdə falan bəzi müəllimlər var ki, özünü itirir. Bu olmamalıdır. Çalışmalıyıq ki, sərbəst şəkildə olaq və daim yaxınımız olsun və ya digər həmkarımız olsun, ta ki, fizikadan dərs keçirsə, digər fizika müəllimi olsun, başqa bir müəllim olsun, qıraqdan bizi izləsinlər və bizim mənfi müsbət cəhətlərimizi bizə desinlər. Biz də həmin mənfilərin üzərində işləməyi bacaraq. Təbii ki, bu ədalətli olmalıdır, yəni, belə deyək ki, qısqanclıq, kin falan bu formada yox. Ona görə daha çox çalışırıq ki, dürüst, misal üçün, yaxın biri belə olsa, dürüst şəkildə bizə məlumat versin. Daha o bizə hər hansı bir mənfimizi deyəndə ondan inciməyək. Belə olduğu təqdirdə artıq onlar bizim mənfimizi bizə deməyəcək və yaxud da hər hansı bir müəllimlə protiv isə həmin müəllim əksinə, dayda belə deyək də mənfiləri üzə vuracaq, müsbəti belə mənfi şəkildə çatdıracaq. Bu şəkildə yox, yəni dürüst şəkildə, ədalətli şəkildə digər həmkarlarımızın dərslərini dinləyib onlara doğru yol göstərməliyik. Çünki təkcə özümüz yox, yəni cəmiyyətin yaxşı formalaşması üçün, mükəmməl şəkildə formalaşması üçün bütün müəllimlər birgə işləməlidir. Onların hər birinə diqqət yetirməliyik bu xüsusiyyətlərin. Ümumiyyətlə, bunlardan başqa komanda ruhu və əməkdaşlıq bacarığı da lider müəllimin əsas xüsusiyyətidir. Bu nə deməkdir? Yəni, həm həmkarları ilə, həm valideynləri ilə, həm şagirdləri ilə komanda ruhu, əməkdaşlıq bacarığı yaratmalıdır. Həm dərs prosesində bunu özü şagirdlər arasında etdikdə, şagirdlər də bunu görür, qrup işi zamanı və yaxud da kollektivlə iş zamanı şagirdlərin də bir-biri arasında komanda işləmə bacarığı, ünsiyyət bacarığını formalaşdırmalıdır. Həmçinin dediyim kimi müəllimlərlə, həmkarlarla da, valideynlərlə də daim əlaqədə olub ünsiyyət bacarığı yüksək səviyyədə inkişaf etməlidir. Sonra, lider müəllim əsas xüsusiyyətinə əlavə olaraq deyə bilərik ki, şəxsi nümunə göstərmək. Yəni, öz davranışı ilə həm şagirdlərə, həm də həmkarlarına örnək olmağı bacarmalıdır. Liderlik
davranışını yalnız sözlə deyil, əməllə yerinə yetirməliyik biz. Hə, sözlə mən bu cür müəlliməm, beləyəm, o şəkildə yox. Onu göstərməliyik. Hər kəsin gözü önündə olmalıdır. Hər kəs bunu görüb hiss etməlidir. Bunun üçün çalışmalıyıq. Qısa olaraq deyə bilərik ki, lider müəllim bilikli, məsuliyyətli, təşəbbüskar, motivasiya edici, əməkdaşlığa açıq və nümunəvi şəxsiyyətdir. İndi baxaq sinifdə liderlik. Sinifdə liderlik bilir ki, sinifdə şagird və müəllim iki formada obyekti ayırırıq. Sinifdə liderlik nədir? Sinifdə liderlik müəllimin və ya şagirdin sinif mühitində rəhbərlik, təşəbbüskarlıq və təşkilatçılıq funksiyalarını yerinə yetirməsidir. Bu sinifdə müsbət münasibətlərin qurulmasına, tədris prosesinin effektliyinə və şagirdlərin sosial, emosional və akademik inkişafına mühüm təsir göstərir. Bayaq da qeyd etdiyim kimi, sinifdə liderliyi sağlamaq üçün iki forma, müəllim liderliyi və şagird liderliyi. Şagirdlər də öz aralarında şagird lider adına layiq görülə bilər. Necə ki, müəllimlərdə var lider müəllim, lider şagird. Bu anlayışda var. İndi bir-bir hər biri haqqında danışaq. Birinci lider müəllim. Lider müəllim nədir? Sinifdə lider müəllim nizam-intizamı təmin etməlidir. Təlimi planlı və məqsədyönlü şəkildə aparmalıdır. Motivasiya edici mühit yaratmalıdır. Şagirdlərə istiqamət verib onları dəstəkləməli, həmçinin qarşılıqlı hörmət və əməkdaşlıq ruhu formalaşdırmalıdır. Bu lider müəllimə aiddir. İndi baxaq lider şagird, yəni şagird liderliyi bu nədir? Şagirdlər təşəbbüs göstərir, layihələrdə fəal iştirak edir. Yəni bu formada şagirdlər, bunları yerinə yetirən şagirdlər lider şagird adlanır. Sinif nümayəndələri sinifin maraqlarını təmsil edir. Yəni təkcə öz fikrini yox, bütün sinifin fikrini alır, hamısını qeyd edir və hamısını müəllimə məruz edir, çıxış edir. Eyni zamanda qrup işlərində rol bölgüsü aparır və liderlik təcrübəsi qazanılır və həmçinin şagirdlər özünə inam və məsuliyyət hissi inkişaf etdirilir şagirdlərdə. Bu da lider şagirdə aid, belə deyim, qısa xüsusiyyətlərdir. Ümumiyyətlə, şagirdlərə liderlik imkanı verilməsi onların özünü ifadə, qərar vermə və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsinə kömək göstərir. Müəllimin liderliyi isə müəllim sinifin təhsil, tərbiyə və sosial mühitin idarə edən əsas lider kimi adlanır. İndi baxaq sinifdə liderliyin faydaları nələrdir? Ən əsas fayda tədris prosesinin səmərəliliyi, yəni müəllimin liderliyi ilə dərslərin daha məqsədyönlü və səmərəli keçirilməsinə kömək edir. Sonra sosial bacarıqların inkişafı, yəni şagirdlərdə ünsiyyətdir, rəhbərlik bacarığıdır, əməkdaşlıqdır, bunlar qazanılır. Məsuliyyət və təşəbbüskarlıq. Ən çox da lider şagirdlərə aiddir. Bu, liderlik şagirdlərə qərar vermə və məsuliyyət daşıma imkanı yaradır. Çünki biz, misal üçün, sinifdə o şəraiti yaratsaq ki, bu xüsusiyyətlərə sahib olan şagird lider şagird adlanır. İstər-istəməz onlarda maraq yaranır, həvəs yaranır, motivasiya edir onları və onlar bunun üçün əllərindən gələni edirlər. Və bununla da həm dərs mühiti maraqlı olur, həm şagirdlərə dərs prosesi maraqlı gəlir və müasir texnologiyalardan, metodlardan istifadə edib təlim prosesini daha güclü, daha səmərəli şəkildə edə bilərik. Motivasiya və özünə inam. Bu da sinifdə liderliyin əsas faydalarından biridir. Hansı ki, liderlik mühiti uşaqlarda öz gücünə inamı artırır. Onlar maksimum dərəcədə əllərindən gələni etməyə çalışırlar. Demokratik mühitdə sinifdə fikir müxtəlifliyi və qarşılıqlı hörmətə əsaslanan mühit formalaşır. Bunların hər biri sinifdə liderliyin faydalarına aiddir. İndi baxaq görək sinifdə liderliyi başqa necə inkişaf etdirmək olar. Müəllimlər üçün təbii ki, müəllim özü bir lider nümunəsi olmalıdır. Şagirdlərin fikirlərinə, təşəbbüslərinə dəyər verməlidir. Qrup və layihə işlərində iştirak etməlidir. Nəinki şagirdləri ona yönəldir, həmçinin özü də başqa tədbirlərdə, təlimlərdə iştirak etmək bacarmalıdır, özünə borc bilməlidir. Sinif nümayəndələrini seçmək və onlara məsuliyyət verməyə bacarmalıdır, düzgün şəkildə sinif nümayəndəsi seçilməlidir, ədalətli və demokratik idarə etməni tətbiq etməlidir. Bu lider müəllimlər üçündür. Yəni,
Müəllimlər üçün liderliyi necə formalaşdıra bilərik? İndi baxaq şagirdlər üçün necə? Yəni lider şagirdi necə seçə bilərik? Onlarda lider şagirdliyə olan marağı necə artıra bilərik? İlk öncə rol bölgüsündə fəal iştirak olunmalıdır, yəni şagirdlərdə. Digərlərinə kömək etmək, nümunə olmağı bacarmalıdır şagirdlər. Öz fikirlərini əsaslandırmağı, dinləməyi öyrənməlidir və sinifin rifahı üçün təşəbbüs göstərməlidir. Bu da şagirdlər üçün liderliyin inkişafına aiddir. Ümumiyyətlə, nəticə olaraq deyə bilərik ki, sinifdə liderlik təhsilin yalnız bilik götürməkdən ibarət olmadığını göstərir. Yəni, əgər sinifdə liderlik varsa, o təhsil alanların formalaşmasına, ictimai və şəxsi keyfiyyətlərin inkişafına şərait yaradır. Müəllim və şagird arasında paylaşılmış liderlik mühiti inkişaf, qarşılıqlı hörmət və birgə uğurun əsasıdır. Yəni, çalışmaq lazımdır ki, yəni yeni dəfələrlə qeyd etdiyim kimi, sinifdə o liderliyi sağlayaq, o liderliyi quraq həm şagirdlər arasında, həm də özümüz lider müəllim kimi nümunə olaq. İndi, baxaq müəllimin kommunikasiya və təsir bacarıqları. Bura kimi kimin sənə sualı varsa, buyurub yaza bilər, verə bilər. Var sual nəsə? Tamam. O zaman davam edək. Müəllimin kommunikasiya və təsir bacarıqları. Buna nə aiddir? Ümumiyyətlə, müəllimin kommunikasiya və təsir bacarığı onun mesaj. Aha, tamam. Aha. Müəllimin kommunikasiya və təsir bacarıqları onun şagirdlər, valideynlər və həmkarlarla effektiv ünsiyyət qurmaq, eyni zamanda sinifdə və tədris mühitində pozitiv və istiqamət verici təsir göstərmək qabiliyyətidir. Bu bacarıqlar müəllimin pedaqoji fəaliyyətinin əsas sütunlarıdır və uğurlu tədris prosesinin təminatçısıdır. İndi bir-bir baxaq. Kommunikasiya bacarıqları nələrdir? Müəllimin təsir bacarıqları nələrdir? Əsas kommunikasiya bacarığı, ümumiyyətlə kommunikasiya bacarığı qarşı tərəflə aydın, səmimi, qarşılıqlı hörmətə əsaslanan ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaq bacarığıdır. Yəni ən əsası fikir mübadiləsidir burada. İndi bacarıqlara bir-bir baxaq. Aydın və səlis danışmaq. Yəni fikirləri düzgün və anlaşıqlı şəkildə məqsədə uyğun ifadə etmək. Bu əsas elə demək olur ki, kommunikativ bacarıqlara aid. Yəni müəllim bu bacarıqlara sahib olmalıdır. Sonra dinləmə bacarığı, qarşı tərəfi diqqətlə, empati ilə dinləmək. Həm həmkarlar üçün keçərlidir, həm də dərs zamanı şagirdlər üçün. Yəni şagirdə hər hansı bir sual ünvanlandıqda və yaxud da biz tərəfdən olsun, digər müəllim tərəfdən olsun, digər sinif yoldaşları tərəfindən olsun, onun fikrini tam icazə verməliyik ki, fikrini tam şəkildə ifadə etsin, tam sözünü bitirsin, ondan sonra başlayaq biz düzəlişləri etməyə. Yoxsa şagird ağzını açır, nəsə cavab deməyə başlayır, yerdən hansısa bir şagird ona müdaxilə edir və yaxud da biz tez müdaxilə edirik. Bu şəkildə olmaz. İmkan yaratmaq lazımdır ki, o tam fikrini bildirsin. Yəni dinləmə bacarığı olmalıdır. O bizdə olmalıdır ki, şagirdlər də bunu görsün və bir-birləri arasında bu bacarığı formalaşdırsın, buna riayət etsin. Sonra bədən dili və mimika, yəni jestlərdən, mimikalardan düzgün istifadə etməliyik və mütləq də istifadə etməliyik. Yoxsa quru-quru hər hansı bir mövzunu izah edirik, eyni üst tonunda, hərəkətsiz. Bu biraz darıxdırıcı, sıxıcı olur. Amma əl qolundan, hərəkətlə, mimikalardan, jestlərdən istifadə edərək, üzümüzdəki belə deyim də ifadələri dəyişərək dərsi daha maraqlı, daha aydın şəkildə izah edə bilərik. Çalışmalıyıq ki, bu şəkildə edək. Nəinki biz şagirdlər də bu şəkildə. Misal üçün ədəbiyyatdır, şeir danışır, əlləri yanında şagird durur lövhənin qabağında əzbər şeiri danışır. Və yaxud da deyək ki, biologiyadır, nə isə izah edir, anatomiyanı, insan orqanizmini. Robot kimi şagird lövhənin qabağında durur, əzbər danışır. Bu şəkildə yox. Yəni ona imkan yaratmalıyıq ki, o əl-qoldan istifadə eləsin, o hərəkətlərdən istifadə eləsin. Şeir danışır, şeirin sözlərinə uyğun və yaxud da tutaq ki, deyək ki, hər hansı bir nağıl hekayə danışır, ona uyğun əl-qoldan hərəkət eləsin, başa salmağa çalışsın. Sonra əlaqə yaratmaq. Şagird və həmkarlarla qarşılıqlı hörmətə əsaslanan münasibət qurmalıyıq. Sonra sual vermək və cavablandırmaq. Tənqidi və yaradıcı
məni stimullaşdıran suallar qoymalıyıq şagirdlərə. Misal üçün, hər hansı bir mövzunu izah edərkən biz bilirik ki, fəal dərsin mərhələləri var. Motivasiyanın qoyulması, tədqiqatın aparılması, tədqiqat sualı və s. Yəni, çalışmaq lazımdır ki, dərsə başlamazdan əvvəl həmin mövzuya uyğun, maraqlı, düşündürücü sual verək şagirdə. Və bununla da yeni mövzunun nə olacağını onlar artıq bilsinlər. Misal üçün, onsuz da proqram elə yaradılıb ki, əksər fənlərdə dərslərin ardıcılığı bir-biri ilə bağlıdır, zəncir şəklində. Yəni, misal üçün, bugün hər hansı bir mövzunu keçiriksə, deyək ki, kimyadan su mövzusunu. Suyun tərkibində nə var? Hidrogen, oksigen və s. Artıq şagird bunu keçmiş olur. Bu haqda məlumatı olmuş olur. Yəni, biz elə bir maraqlı sual qoymalıyıq ki, onları tənqidi yaradıcı düşünməyə təşviq etməliyik və bununla da onlar yeni mövzunun nə olduğunu və yaxud da yeni mövzu haqqında onlara təsəvvür formalaşmalıdır. Bunların hamısına riayət etməliyik. Yəni, bu təlimin metodlarından, fəal dərsin mərhələlərindən düzgün şəkildə istifadə etməliyik. Sonra, emosional intellekt, yəni qarşı tərəfin emosiyalarını anlamalı, ona uyğun reaksiya verməliyik. Yəni, şagirdlərə də aiddir, həmkarlar arasında müəllimlərə də aiddir. Bunlar əsas kommunikasiya bacarıqlarıdır. İndi baxaq təsir bacarıqları nələrdir? Təsir bacarığı müəllimin sözləri, davranışı və şəxsiyyəti ilə şagirdlərin düşüncə, davranış və münasibətlərinə müsbət istiqamət vermək bacarığıdır. Əsas təsir bacarıqlar bir neçə qrupa bölünür. İlk öncə nümunə olmaq. Yəni, müəllim öz davranışı ilə şagirdlərə örnək olmalıdır. Sonra, İkinci olaraq motivasiya vermək, bayaq da qeyd etdiyimiz kimi, tərif, təşviq və dəstək yolu ilə şagirdlərin daxili motivasiyasını gücləndirməliyik. Sonra, ədalətli olmaq, bərabərlik və obyektivlik nümayiş etdirməklə etibar qazanmalıyıq. Əgər biz ədalətli şəkildə davranmasaq, yəni belə deyək də, aşağı sinifdən şagirdlərə biz dərs keçirik. ESA 1-ci sinifdən, 5-ci sinifdən, 7 və s. indi hərə öz keçdiyi fəninə uyğun olaraq. Çalışmaq lazımdır ki, ilk dəfədən, ilk dərsimizdən, tutaq ki, hər hansı bir sinifə ilk dəfə dərsə giririk, həmin müddətdən sona kimi ədalətli davranaq. Yəni, hə, bu mənim qohumumdur, hə, bu yaxşı oxuyur, bunu tapşırıblar və s. Bu kimi şeylər olmasın. Hamıya ədalətli davranmaq, hamının öz yaş səviyyəsinə uyğun, öz potensialına uyğun, psixoloji, ailə vəziyyətinə uyğun davranmalıyıq. Səmimiyyət və hörmət olmalıdır. Mütləq müəllim və şagird arasında, həmçinin müəllim və valideyn arasında. Çünki siz valideynlərlə də yaxşı ünsiyyət qurmasanız, belə deyək də, uşaq evə gedir, müəllim haqqında evdə valideynlə danışır. Əgər valideyn müəllimi sevməsə, istərsəməz nəsə, belə deyək də, naxoş olmayan sözlər deyə bilər, nalayiq sözlər deyə bilər və s. Bu artıq o şagirdin yaddaşında qalır. Düzdür, o düzgün deyil, o valideynlər düz hərəkət etmir, amma elələri var həqiqətən. Ona görə çalışmaq lazımdır ki, valideynlə də ünsiyyət saxlayaq. Yəni, valideynlə də səmimiyyəti qoruyaq, mehribanlığı qoruyaq, şagirdlə də. Çünki hal-hazırda təkcə müəllim şagirdə bilik verməli deyil, o evə də gedir. Yəni, bütün həyatı boyu məktəbdə olmur ki, şagird gün boyu məktəbdə olmur. Günün bir hissəsini məktəbdə, digər hissəsini evdə, sonra dostları ilə, həyatda və s. hər hansı bir kursda, hər hansı bir məşğələ növündə çalışmaq lazımdır ki, təkcə müəllim yox, müəllim valideynlərlə də daim əlaqə saxlasın, valideynlərin öz üzərinə də məsuliyyət qoysun. Yəni, evdə də valideynlər, necə ki, məktəbdə müəllim, evdə də valideynlər həmçinin şagirdləri üzərində işləsin. Ona görə çalışmaq lazımdır ki, valideynlərlə daimi, bütün valideynlərlə əlaqədə olaq. Təkcə sinif rəhbəri yox, bütün müəllimlər. İndi tamam, deyə bilərsiniz ki, bütün müəllimlərin vaxtı mı var, hər sinifə dərs keçir, valideynlərlə əlaqə saxlasın. Ən azından sinif rəhbərinə məlumat versin ki, misal üçün, kimya fənində bu şagird özünü bu cür apardı və yaxud dərsə gəlmədi, tapşırığı yazmamışdı və s. Bütün məlumatları qeyd eləsin, versin müəllimə. Müəllim də, sinif rəhbəri də valideynlə əlaqə saxlasın. Mütəmadi olaraq hər gün olmasa belə ən azı həftədə bir dəfə, 2 dəfə sinif rəhbərinə valideyn bu haqda danışmalıdır. Məsəl üçün, elə valideynlər var ki, həqiqətən hər gün maraqlanır. Hansı fəndə 5 dənə, 7 dənə fən keçirsə, bütün müəllimlərlə gedib bir-bir maraqlanır. Təbii ki, elə olmaq lazımdır. Düzdür, daha çox bu evdar xanımlara aiddir. Məsələn, işləyən valideynlər olur və s. maraqlana bilmir. Ən azından telefondan zəng edib soruşa bilər. Dediyim kimi, həftədə bir dəfə məktəbə yaxınlaşıb məlumat əldə edə bilər. Bu təkcə
Valideyndən asılı deyil, müəllimdən də asılıdır. Çalışmaq lazımdır, valideynlərlə daim əlaqə saxlayaq. Müəllim valideynlə əlaqə saxlamaz, elə valideyn də uşağın başını buraxır, belə bir çıxmasında. Yəni çox öz başınalıq olur. Ona görə mütləq əlaqə olmalıdır. Valideyn sizdən soruşmasa belə, siz ən azından valideynə məlumat verməlisiniz, xəbərdarlıq etməlisiniz. Nəsə hər hansı bir narazı hal yaşananda mütləq onu məktəbə çağırın. Ən azı bir vaxt eləsin. Məktəbdə dərs vaxtı olmasa belə dərsdən kənar və yaxud da həftə sonları nəsə bir əlaqə yaradıb şagird haqqında mütləq məlumat verməlisiniz valideynə. Sonra təhsil bacarıqlarına həmçinin əməkdaşlıq yaratmaq. Yenə bayaq da qeyd etdiyim şagirdlər və həmkarlarla birgə işə cəlb olunmaq. Bunlar da təhsil bacarıqlarına aiddir müəllimi. İndi baxa bu bacarıqların əhəmiyyəti nələrdir? Bunlar haqqında danışaq. Ümumiyyətlə bu həm kommunikasiya, həm təsir bacarığının əsas əhəmiyyəti təlim prosesindədir. Yəni dərslərin qarşılıqlı interaktiv keçirilməsinə səbəb olur. Sonra sinif mühiti, yəni müsbət və təhlükəsiz dəstəkləyici mühit yaranır. Sonra şagirdin inkişafına səbəb olur, hansı ki özünə inam, fəallıq, məsuliyyət hissi şagirdlərdə artır. Bayaq qeyd etdiyim kimi valideynlərlə əlaqə yaratmış oluruq. Bu da etibarlı əməkdaşlıq formalaşdırır və həmkarlarla münasibət, yəni peşəkar əməkdaşlıq və təcrübə mübadiləsini inkişaf etdiririk. Nəticə olaraq müəllimin kommunikasiya və təsir bacarıqları onun sadəcə dərs deyən deyil, tərbiyə edən, ruhlandıran və yol göstərən bir şəxsiyyət olmasını təmin edir. Bu bacarıqlar olmadan müəllimin pedaqoji təsiri zəifləyir. Güclü kommunikasiya və təsir bacarığı müəllimin lideri, dərsi isə inkişaf və dəyişiklik platformasına çevirir. Ona görə qeyd etdiyimiz kimi çalışmaq lazımdır ki, lider müəllim rolunu oynayaq. Təkcə müəllim yox, lider müəllim. Bura kiminsə nəsə sualı var? Tamamdır. Kiminsə nəsə sözü varsa bu mövzularla bağlı, çünki bir hissə qalıb onu fasilədən sonra keçəcəm. Nəsə öz sözünü demək istəyirsə, öz fikri varsa buyurub deyə bilər. Buyurun, siz sağ olun. O zaman bir 5 dəqiqəlik fasilə verib 5-10 dəqiqəlik sonra eyni linkdən yenidən qoşulun, qrupda yazacaqlar. Hardasa 21-13-də falan qoşulun yenidən ikinci hissəni də keçək, sonra yenə suallarımıza baxaq.